Və sən də Kəmalə Günəşli ilə Sən biraz... onun adını çəkmə, sərsər, mənim nəzəriyyəmi pozma. Xahiş edirəm. Dostluğumuz olubdu. Heç dostluğumuz Valla olmuyor. İbrahim Beşinə demişəm, İbrahimə dedim ki, İbrahim bununla da son qoyaq söhbətə. Çünki yenə deyirəm, mən o insandan irgənirəm, bax burada da deyirəm. Niyə inanmırsan ki? İrgənirəm də, yəni hər bir insan, mən hər kəsi sevmək borcunda deyirəm, kimsə də məni sevmək borcunda deyil. Bu söhbət, yox, söhbət ondan getmir. Ümumiyyətlə istəmirəm də, hər bir insanın bədənində bir xüsusi iyi olur da, hər bir insanın özünə məxsus xüsusi iyi olur. Mənim bir xasiyyətim var ki, bir insan həmişə ya ağza fikir verərəm, mən də. ya da ki, bədəndə olan xüsusi iyi var. O ağızdan gələn qoxu, o bağışlanmayan bir şeydir. Məsələn, mən ona görə elə bir insanları mən qəbul edə bilmirəm. Ən azından qanınsın. İrənlisən də deməli. Qoymadı, yaxınıma gəlib danışanda. Yox, elə yox. Ağız formasından irənmişəm onu. Ağız formasından. Başa düşdüm. Amma belə görüşmüşsünüz heç toyda zadda. Bir dəfə düşmüşəm, ondan da 2 ay irəndiyimə görə xəstəlik tapmışam. Ondan sonra... Bunu danışır ha. Eyni mikrofondan istifadə edirdiniz. Bilmədim, mən mikrofonuma götürüb oxudum. Mən elə bir ki, getmişdim bayram. Gəldim, gördüm ki, mikrofonum stolun üstündə deyil. Köməkçimə də qışqırdım. Dedim, mən səni bura qoymamışam ki, elə durub tamaşa eləyəsən hamıya. Mikrofonum hanı mən buradan, bir də baxdıq ki, onun əlindədir. Mən onu spirtlədim, spirtləməklə. Amma yenə də beynimdə o qədər fikirləşdim, mən 2 ay özümə gələ bilmədim. Mən elə bütün günü, toydan aldığım pulu mən müalicəmə xərclədim. Hay Allah, ki, psixoloji necə iyrənidir. Hər bir xasiyyəti vardı, amma burada da həqiqətən də elə sənin verişində deyirəm, bu söhbəti yığışdırmaq istəyirəm. Yenə deyirəm, mən o adamın üzünə də demişəm, mən arxasızca danışmıram, efirdə özümə prim yığmadan ötürmür, reklam yığmadan ötürü də danışmıram, o kimlik mi? Üzünə də demişəm ki... Bəli, üzünə də demişəm. Sən ağzından iyrənmişəm. Canlı efirdən belə zəng gəlib, mən yenə də demişəm, eyni sözümü yenə də deyirəm. Mən onunla özümə reklam eləmirəm, yəni onunla mümkün deyil mən özümə reklam eləyəm. Mən bir kişi müğənni tanıyıram. Verilişdə çalışırdım, onu verilişə dəvət etdim. Səhər proqramı idi. Saat 9-10-un yarısı veriliş efirə getməli idi. Studiyaya girdi, əyləşməli idi, pencəyin çıxartdı. İnanırsınız, 3 gün ondan gələn o qoxu pis. Tər qoxusu, elə bir ki, 15-20 gün, bəlkə bir ayda yumurt da, o tün, kəskin tər qoxusu bütün studiyanı belə də bürüdü, yayıldı. Burnum, hamının burnu qıcıqlandı, dedi, ay. Halbuki o kişi müğənninin forsundan, ədasından, üz istifadəmə görə fors dedim, ədasından yer göy yanırdı, dağılırdı. İndi bu xanım da deyir, altı təzə, üstü bəzək və bu həmkarı Kəmalə Günəşlinin adını çəkir də, burada fotosu da qoyulubdur, onunla bağlı danışır və deyirəm ki, altı, yenə də deyirəm, təzək, altı bəzək, altı təzək, üstü bəzəkdir də. Təbii ki, bizim üzdə olan, tanınan müğənni xanımlarımız, elə kişilərimiz də daimi özünə baxmalıdır, gigiyenik nöqtə nəzərdən dişlərinə baxmalıdır, nəfəsinə, boğaz yollarına, mədəsinə, nə bilim, qolunun altına, nə bilim, qulağının arxasına, haradan tərləyə bilər, hara qoxu verə bilər, o yerlər gündəlik olaraq yuyunmalıdır, təmizlənməlidir. Kəmalə xanım, mən demirəm. Bu xanım deyir ki, Kəmalə Günəşlinin ağzından iyi gəlir. Mən demirəm. Onun dedikləridir. Azından bu bir mesajdır bütün müğənni qadınlara. Təmiz olun, sərqəli olun. Bu dəqiqə sosial şəbəkə elədir ki, həmən hər şey yayımlana bilər. Ona görə də heç kim altı təzə üstü bəzəki olmasın. Təmiz olun, sərqəli olun. Ədanızı yığışdırın. Bax, görürsünüz, bir dəqiqənin içində hər şey, hər yerə yayılır. Sara Səfra Bahadur tərəfindən və deyirəm, mənim həkim kosmetoloqum, Şəbnəm xanım, qadınları gözəlləşdirir, elə kişiləri də gözəlləşdirə bilər. Müraciət edin ona, üz cizgilərinizi, üzdə kobud nələrsə var, həmən müalicə etməyə hazırdır. Əlaqə nömrələri də burada görünür. Sara Səfra Bahadur.